السلام عليكم يا شهداء في سبيل الله. السلام عليكم يا أهل الدار قوم المؤمنين. إن شاء الله بكم الله ورسول الله لذا ولكم رحم الله منابيا. فاتحة بسم الله الرحمن الرحيم. هو الله أحد الله رحمه. Allah yardım eylesin. Hamımızın balasına sağlık. Fatiha. Elhamdülillah Rabbil Alemin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm sıratal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim ve lad-dâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad Allahu samad. Allah rahmet eylesin. Allah yardım eylesin. Allah rahmet eylesin. Eshabul cennetumul faizun. لو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة هو الله الخالق البارئ المصور له الأسماء الحسنى ما يصفون وسلام على المرسلين والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبو القاسم محمد صلى الله عليه وسلم. اللهم ربنا يا ربنا تقبل منا انك انت السميع العليم وتب لنا يا مولانا انك انت التواب الرحيم. اللهم اكرمنا بكرامه القران. اللهم شرفنا بشرافه القران. اللهم ما قلناه هادية متصلة نذره نبينا والمسلمين والمسلمات الاحياء منهم والجنة والنجاة من النار رحم الله مناديا. فاتحة. بسم الله الرحمن الرحيم. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal müstakîm sıratal lezîne. Allah rahmet eylesin. Aziz ziyaretçiler, bugün her gün biz buradayız. Hoş o kesin halına ki her gün buradadır. Her gün bu ziyarettedir. Allah Teala o insana, yaxşı insanlara nasip edip ki bu güzel mekana, bu güzel ziyaretgaha, bu güzel an yerimizə her gün gelir. Baktəvər o insan. Allah Teala bütün şehit atalarını, şehit analarını baktəvərləsin. Qalan bağlarına xeyir görsünlər, ya Rabbim mələkdir Allah. Bugün biz yenə də Şamağı Şəhidlər Xiyabanındayıq. Ziyarətdəyik. Bir xaşım var, həmişəki olduğu xaşımı sizdən xaş edirəm. Bütün şəhidlərimizin xatirəsini bir dəqiqəli sükutla yad edək. Sonra ise tedbirimizi devam ettirək. Allah rahmet eylesin. Allah yardım eylesin. Hürmetli cemaat, aziz konaklar, siz bilirsiniz ki bu ziyaret ayın 19'unda olmalıydı. Müəyyən işə, müəyyən səbəbə görə bugünkü tarixə düşdü, qismət buymuş. Bu cənnət, bu izdiham bugünə qismət imiş. Bugün də var, bugün də təşkil olunur, bugün də xalqimiz buradadır. Bütün şəhid anaları, şəhid ataları buradadır, qonaqlarımız buradadır. Qonaq da demək olmaz, ora gələnlər hamısı. Her birimiz şəhidlər üçün gülməliyik. Heç bir qonaq ola bilməz. Hamı yürür şəhidlər üçün. Yıxıldı, yenə durub yürür. Allah Teala bütün şəhidlərimizi rəhmət eləsin. Allah Teala bütün şəhidlərimizi yerin cənnət eləsin, ya Rabbim, ya Resulallah. Hürmetli Ziya bala, sen bir neçə gün bundan əvvəl keçirdin ad günümü yoldaşlarıyla, qan yoldaşlarıyla, torpağı alan yoldaşlarıyla, seninle bir yerde yoldaşlık eden yoldaşlarıyla. Ama bugün senin ruhun buradadır. Senin burada ruhun fırlanır. Təsir aldığın telekomlar buradadır.
Sənə dərs verən müəllimlər buradadır. Sənin orada olan yoldaşların, ataları, anaları buradadır. Və eyni zamanda bütün Şamaxı cəmaatı buradadır. Hər birinizə təşəkkür edirəm, hörmətli cəmaat. Əziz iştirakçılar, hörmətli ziyarətçilər. Bugün burada mənim sağımda dayanıb Şamaxı rayonunun axundi, hörmətli Hacı Mərhəmət. Solumda bu işə baxan işlərin şöbə müdiri, hörmətli Aqil müəllim. Ondan o tərəfə Manatər gedir də Texnikumdadır. Regional kollecin, mən olanda bir 3-4 dəfə dəyişdim. Regional kollecin kollektivi başda direktor olmaqla, müəllimlər olmaqla, tələbələr olmaqla, tədir işlər üzrə direktor müavini olmaqla hamısı buradadır. Və eyni zamanda sənin qarşında Şamaxı rayon ağsaqqalı Ağaza babanın qarşındadır. Allah Taala sizin hər birinizin hörmətli şəhid ataları, şəhid anaları, qalan balalarınızı xoşbaxt eləsin. Amin. Siz xoşbaxt olasınız, siz xoşbaxt olmağa layiq insanlarsınız, hörmətli şəhid ataları, əzizlər. Hər kim ulaşa bilməz. Hamı bu günləri bu uşaqların sayəsində işləşirdim, fərəhlənirdim, vəzifədərdim, danışırdım. Nə qədər desəm yenə olsun. Ona görə də hər birimiz bu uşaqların qədrini, bu insanların qədrini bilməliyik və bilirik də. Beləliklə, hörmətli Pakisə xanım, söz sizə verirəm, Ziyadın anasısan, atası da solundadır, anası sağındadır. Buyur. Çox sağ olun. Hörmətli Şamaxı rayon Ağsaqqal Şurasının səhv ağarızı hörmətli axundumuz, icra nümayəndəmiz, hörmətli Texnikum Regional Təhsil Şöbəsinin müdiri müəllimlərimiz, Həlimə müəllimə, hər birinizi salamlayıram. Bura gələnlər, uzaqdan, yaxından gələn şəhid ataları, şəhid anaları, hamımızın balasına canım. Hamımızın balası bir qəhrəmandır. Nə yaxşı ki varsınız. Mən öz balalarımla, şəhid olan qəhrəman oğullarımla fəxr edirəm. Mən danışa bilmirəm. Çox sağ ol, təşəkkür edirəm, danışacaqlar. Söz verəcəyəm. Hörmətli cəmaat, əziz qonaqlar, kənar adam görürəm burada, sizə bağışlayın məni, sizi də təbrik edirəm. Sizə də xoş gəlmişsiniz deyirəm, bütün bu izdihamın adından, bütün bu şəhid atalarının, şəhid analarının adından, onların ağsaqqalam, onların adından hər birinizə xoş gəlmişsiniz deyirəm. Hörmətli qardaşlarım, hörmətli Ceyhun müəllim, buyur söz səndədir. Çox sağ olun. Mən də bütün tədbir iştirakçılarına salamlayıram. Yaxından gələn qonaqlarımızı. Bu Ziyad balamızın dəyişməyən mövlududur. Allah ruhunu şad eləsin. Dün Ziyad balamızın simasında bütün mövludu olan şəhid balalarımızın Allah şəhadətini qəbul eləsin. Mövludların mübarək eləsin. Qalan balalarımıza Allah xeyri bərəkətli ömür versin. Şəhid balalarımızdan balalarımız haqqında danışmaq bizim üçün biraz çətindir. Həqiqətən də bir evlad itkisi ağır itkidir. Allah heç bir valideyn evladla sınağa çəkməsin. Amin. Bizim qəhrəman balalarımızla biz fəxr edirik, onlarla qürur duyuruq. Allah şəhidlərimizin hər birinin ruhunu şad eləsin, valideynlərinə səbr versin, qazilərimizə Allah şəfa versin. Allah ordumuzu qorusun, əsgər balalarımızı qorusun. Allah Sündür bayrağımızı həmişə ucalarda dalğalandırsın. Çox sağ olun, var olun. Təşəkkür edirəm, hörmətli Ceyhun müəllim, dolğun düzgün halat sözünün üçün. Nəcimə xanım, danışa bilmədən ası, amma bütün tədbirdə danışıq. Allah şəhidimizin yerin cənnət eləsin, məqamımız eləsin, Allah şəhid ailələrlə səbir versin, şəhidlərimizin məqamımız olsun, yeri cənnət olsun, şəhid valideynləri qorusun. Allah Azərbaycanımızı, xalqımızı, ordumuzu qorusun, əsgərlərimizi qorusun. Amin. Allah sizləri böyrüdən əski eləməsin. Təşəkkür edirəm. Allah Şamaxı cəmaatını qorusun, nə deyim? Amin. Çox sağ olun. Hər vaxt dost olursan. Allah ziyarətçi qəbul eləsin. Mən siyasi kimi balalardan sayəsində, qəhrəmanların sayəsində, bizim Qarabağ torpaqlarında, bizim kişiliyimizin, mənliyimizi qayıtmalı oğullardır. Allah yerlərini cənnət eləsin. Allah valideynlərə səbir versin. Bizim şəhəri bayrağımız daima Qarabağ zonasında, bütün Azərbaycanda dalğalansın. Bu bayraq nə qədər dalğalanacaqsa, bizim balalarımız yaşayacaq. Allah yerlərini cənnət eləsin, məqamlarını söyləsin. Çox sağ olun. Təşəkkür edirəm. Rıza müəllim. Şəhid atası. Buyur.
Normal ki Allah analarımızın hamısına rahmet eylesin. Şəhidimiz Ziyad, biz bilirsiniz ki Şamaxı Humanitar Kollecində oxuyurdu. Sonra müddətli hərbi xidmətə getdi və xidməti zamanı müharibə zamanına düşdü. Və 44 günlük müharibədə 43 şəhidimizdən biri də Ziyaddır. Və biz bütün şəhidləri həmişə ürəyimizə yaşadırıq. Onların xatirəsi daima əbədidir. Çünki onların hamımızın boynunda haqqı var. Hamının istəyir, şəhid ailələrinin istəyir, heç bir belə deyək ki, aidiyyəti olmayan adamlar. Çünki bugünkü bizim azad günümüzdə o uşaqların əziyyəti, qəhrəmanlığı və qanı hesabına bugün biz belə deyək ki, bu azad günlərdə yaşayırıq. Qəhrəman şəhidlərimizdən biri olan Zərbəliyev Ziyad Narmanovna və onun kimi sağlıqda bütün şəhidlərə Allah rəhmət eylesin. Təşəkkür edirəm. Şamaxı Regional Kollecinin direktörü Hörmətli Asım müəllim, buyur. Əvvəla çox sağ olun. Burada bu günləri bizim şəhid balamızın məzarı ətrafına yığışırsınız və onu ziyarət edirsiniz. Mən hamınızı gördüyünüzə görə kollecə təzə gəlmişəm. Yəni bizim Ziyad balamızı təəssüflər olsun ki, mən görə bilməmişəm, amma biz hər gün onu xatırlayırıq. Niyə? Bizim Həlimə xanım Ziyad bala haqqında o qədər məlumatlar, o qədər təəssüratlar deyib ki, deməli bizim kollecin girişində olan bütün daşları Ziyad balamız zəhmətinlə olub. Deməli belə çıxır ki, biz hər gün o daşın üzərinə ayağımızı qoyanda Ziyad balamızın zəhmətini dəyərləndiririk və onu bilirik. Onların axundumuz da təsdiq eləyər. Onların şəhidliyi o axirətdə ən uca zirvədə olan məqamı tutublar. Onların o şəhidliyi onlar üçün elə ən uca zirvədir. Allah onlara rəhmət eləsin. Amin. Allah qalan valideynlərə səbir versin. Onların balalarına bundan sonraki günlərdə gözəl günlər nəsib eləsin. Yəni bu günlərim şəhidlik həm sizin üçün nə qədər acılı belə oğul itirmək çətin olsa da, həm də müəyyən mənada bu qədər ziyalılar, hələ bütün rayon ictimaiyyətin əksəriyyəti də müəyyən vaxtlarda gəlib ziyarət edirlər. Həm də şərəflidir ki, bu günlərin bu övladları hər birimizin mənəvi borc olaraq gəlib ziyarət edirik. Yəni bunların sücaəti hesabına, bayaq ağsaqqalımız dediyi kimi, bu günlərin biz bu gözəl mühitdə nəfəs alırıqsa, bu gözəl mühitdə yaxşı firavan yaşayırıqsa, onlar bu şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının, bizim müzəffər ordumuzun başkanı, komutanı, cənab prezidentimizin səyi nəticəsindədir. Allah onlara rəhmət eləsin, Allah sizə səbir versin, gələn iştirakçılara da kollecimizin nümayəndələri adından bizim bütün hamı şəhidlər bizimkidir. Amma Ziyad bizim birbaşa kollecimizin məzunudur. Təşəkkür edirəm. Yəni onların öz kollecimiz adından sizə minnətdarlığımızı bildiririk. Sağ olun. Çox sağ olun. Hörmətli Asım müəllim, mən 30 il Həlimə xanım yəqin sizə deyər, müəllim də bilir. O texnikumda təsərrüfat işləri üzrə direktorum almışam. Gözləl olmuşam ki, qardaşım başını yanına qoymamışam. Bax bunların üzərində. Eyni zamanda Ziyadın adım çəksin, daşlar düzəlmə. O məktəbdə yatıb qalırdı. Üvəcəl mütabid eləmə. And olsun o qədər. Həlimə xanım bilir onu, çox gözəl bilir. Həlimə xanım həmişə danışmışsan. Düzdür, direktor danışdı, direktordan sonra da indi buradasan da. Buyurun. Sağ olun, söz verin. Biz həmişə Ziyadla fəxr edirik. Nəyiz Ziyadla? Bütün şəhidlərimizlə, kollecin şəhidlərimizlə. Onun bizim məktəbimizin hər daşında, hər torpağında əməyi var. Sizi çox sevmişsiniz ona. O mənə dedi ki, sən mənim anamsan, üçüncü anamsan. Allah rəhmət eləsin, Hacabazı, ruhu şad olsun. Onlar bizim namusumuzu, qeyrətimizi, Azərbaycan xalqının namusunu özünə qaytarır. Biz onlarla fəxr edirik. Yerləri cənnət olsun, ruhu şad olsun. Bütün şəhərlərin qarşısında baş əyir. Nə qədər ki biz varıq, o kollec fəaliyyət göstərir. Ziyad da, Ağacan da, həmişə bizim Şahmurad da, onlar bizim tələbələrimiz olur. Biz onlarla fəxr edirik. Həmişə də yada salırıq, həmişə də yadımızda olacaq. Təşəkkür edirəm. Hörmətli Həlimə xanım, Ağacanın bütün hərbi kollektivi sizdən buradaydı, dünən yox sizdən. Bütün hərbi kollektivi hamısı buradaydı. Ağacanın komandirləri, onun rəhbərləri hamısı buradaydı. Allah Teala hamımızdan razı olsun. Fərəhlənirəm. Fərəhlənirəm ona görə ki, xalq yanımdadır. Fərəhlənirəm ona görə ki, belə evlatlarımız var. Bunlara görə fərəhlənmək lazımdır, bunlara görə ucalmaq lazımdır.
Onlar Azərbaycan xalqını uzatdılar. Hörmətli cəmaət, əziz iştirakçılar, hörmətli qonaqlar. Natiq müəllim, şəhid atası, buyur. Salamünaleyküm. Mən Aleyküm də bütün ziyarət iştirakçıları salamlayıram. Ziyad balamız və onun timsalında bütün vətən uğrunda, torpaq uğrunda canlarını fəda edən qəhrəmanlara hamısına salam olsun deyən bir şəhid atası kimi və ziyarət iştirakçılarını hamımızı xoş gördük. Allah şəhidlərimizin məqamını uca eləsin. Ziyad balamızın bugünkü mövludu mübarək olsun, dəyişməyən adı üçün mübarək olsun. Valideynlərə səbir diləyirəm. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Bizim də hamımızın səbrini versin. Çox sağ olun. Təşəkkür edirəm. İmran müəllim, buyur yanımdasan. Çok sağ ol abi. Allah bütün tədbir iştirakçılarının canı sağ eləsin, şəhid valideynlərinə, Allah'tan bol gözüm arzulayıram, gözüm daxil olmağına, bütün şəhid sevərlərin hər birinə sağ olun. Bahar xanım yaxın gəl orada səs salırsın, gəl burada çıxışma. Xalqıma, millətimə həmişə bundan belə gözəl günlər arzulayıram. Hər bir kəs evladının, nəvəsinin xeyri günü görsün. Bəli, şəhid valideyn üçün oğlunun məzarında danışmaq həm qürurludur, həm də çox gözəldir. Allah şəhidlərimizin məkanı cənnət eləsin. Amin. Bu kişilər hər biri 88-dən bəri torpaq yolunda cana fəda verilmişdir. O qardaşlarımız, bu evlatlarımız bu millətin rahat gün yaşamağı naminə, insanların bir-birinə xoş davranmağı naminə canlarını fəda veriblər. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Amin. Biz elə bir kişilər, elə bir analar olmalıyıq ki, biz balalarımızın yanından uzaq etməliyik. O xəlbi deyilən bir şey var ha, necə ki, Ələnlik. bərəkat olsun, buradanı aparıb xəlbirirsən ki, yaxşı toxum versin ha. Biz elə bir valideynlərdə olmalıyıq. Bizi də Allah təala xəlbirə çəkilir, bu gizlin deyil. Rəbbim hamımızı görür. Gəlin, balalarımızın adına ləyək valideyn olalım. Onların torpaqları, onlar bizi qarşılayanda rahat qarşılasınlar. Əziyyət çəkməsinlər ki, ay atalar, ay analar. Biz sizin üzünüzü uzaq elədirik, amma siz bura gələndə nəsə bizim qurabımıza satır. Allah hər birinin məkanı cənnət eləsin. Öpürəm şəhid valideynlərinə, can sağlar arzulayıram. Bütün burada şəhid sevər insanlara, sizin də Allah ölənlərinizə rəhmət eləsin. Qalanlarınıza sağlam, can sağlığı versin. Şəhid qardaşlarına Allahdan bol gözüm arzulayıram. Burada bizim qeyrətli qardaşlarımız var. Həmişə bizlərlə bir yerdədir. Hacı var olun. Aksaqqal hər birimiz. Təşəkkür edirəm. İcra hakimiyyəti, başda ağla baş komandamız, Çox sağ olun. prezidentimiz olmaqla elimiz parlaq yaşasın, fəxrli yaşasın. Hamımıza can sağlar edirəm. Sağ olun. Təşəkkür edirəm. Bahar xanım buyur, şəhid anası. Biraz yaxın gəl. Buyur. Mən də hər birinizi salamlayıram. Allah hamımıza can sağlığı versin. Faysə bacım, Nərman qardaş. Ad günü dəyişilməyən bal olsun, məkanı cənnət olsun. Cəm şəhidlərimizin məqamı uca olsun. Allah da hamımıza razı olsun ki, bugünkü gün biz şəhid anaların, ataların tək qoymursunuz, yanımızda sunun. Allah hamımızı var eləsin, şəhid balalarımızın məkanı cənnət olsun. Amin bacım. Amin. Təşəkkür edirəm. Çox sağ olun. Hər birinizdən Allah təala razı olsun. Bahir müəllim, yanımdasan buyur. Çox sağ olun, mən də şəhid olanlarına, Allahdan səbir diləyirəm, salamını çatdırıram və tədbirdə iştirak edən bütün qonaqlara salamını çatdırıram. Allah hər birinə razı olsun ki, Ziyad balamızı yad edirlər və onun keçdiyi həyat yolundan xatirələr bölüşürlər. Bax, özü bu bir təsəllidir, keçmiş həyat yolu və şəhidlərimiz haqqında çox danışmaq olar. Adam var 70-80 yaş yaşayır, amma o şəhidin bir dəqiqəsinə aid olan işin 70 ildə görmədiyim o şəhidimiz tarix boyu nə qədər ki duracaq, dünya duracaq, onların qəhrəmanlığı haqqında, onların gördüyü işlər haqqında danışılacaq və burada nə qədər dövlətimizdə, xalqımızda nə qədər vətənsever insanlar varsa, onları unutmayacaq, onların ailələrinə həmişə hörmətlə yanaşacaq. Onları əziz tutacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Siz bilirsiniz Nərman Şamaxı su kanal təsərrüfatında işləyir, idarəsində işləyir. Onun mühasibi buradadır. Buyursun qardaşım, onun işçisi buradadır, onun rəhbəri buradadır. Buyurun. Salam aleyküm, hər vaxtınız xeyir olsun, çox möhtərəm tədbir iştirakçıları. Bizim kollektiv böyükdür, başda Əhəd müəllim olmaqla inanın ki, çox böyük tərkibdə gəlmək istəyirdik. Təbiətin şıltaqlarından hamımızın xəbəri var son vaxtlar. Biraz rəhbərin də səhhətində problem oldu.
Nərman kişiyə, başçı bacıya, bütün tədbir iştirakçılarına salamların və şəhidlərin ruhu qarşısında hər birimizin hörmətini etiraf etməyə gəlmişik, başsağlığı verməyə gəlmişik. Bütün şəhidlər bizim üçün çox əzizdir. Allah onların hər birinə qani-qani rəhmət eləsin, ruhları şad olsun, əzizlərinə səbir versin. Bu tədbiri keçirtmək çox gözəl bir ənənədir. Ağsaqqalımız çox gözəl qeyd elədi. Düzdür, bizim hər birimizin qəlbimizdə şəhidlər yaşayır. Biz həmişə onları yad eləyirik. İstəyir həyatımızla, istəyir dualarımızla, istəyir əməllərimizlə. Ancaq bugünkü tədbirlərdə doğrudan da biz kimin hesabına bu torpaqda gəzdiyimizi, başımızı dik tutmadığımızı siz qeyd elədiniz çox gözəl. Onu bir daha biz yad eləməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, əzizlərinə səbir versin. Çox sağ olun. Başınız diş olsun, uca olsun, var olun. Əhəd müəllimə də bizim salamını çatdır. Təşəkkür edirəm, hörmətli hörmətli cəmaət. Siz bilirsiniz ki, Ziyad, bir şey xahiş edirəm sizdən ki, darıxmayaq. Allah şükür, laf qış olsun, qar olsun, nə olur olsun, bizim üçün cənnətdir, bunlar üçün cənnət. Bunları bizim üçün cənnət yaradan bunlardır, loğul danışma olmaz. Ona görə də darıxmayaq inşallah. Buradayıq Allah'a şükür. Hörmətli cəmaət, Şamaxı şəhər 1 saylı tam orta məktəbində təhsil alıb, ona görə də onun başda direktor olmağına bütün heyətlər buradadır, tələbələr, müəllim kollektivi buradadır. Hörmətli Nəsim müəllim, buyurun, söz sizə verirəm. Çox sağ olun, Azam müəllim. Mən də tədbir iştirakçılarına hər birini salamlayıram. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Öz adından, kollektivimiz adından. Ziyad bizim məktəbin məzunudur. Bizim məktəbimiz çox sayda məzun olub, amma Ziyad bizim məktəbin fəxri məzunudur. Ona görə ki, Ziyad bizim torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda vermişdir. Mən bütün şəhid ailələrinə səbir diləyirəm. Bütün şəhidlərimizə, o cümlədən Ziyad başda olmaqla hər birinə rəhmət diləyirəm. Yerləri cənnət olsun, təbii ki, cənnətdir. Yəni, hər bir şəhid haqqında, hər bir canlı torpaq uğrunda fəda vermiş insanlar haqqında uzun-uzun danışmaq olar. Amma mən qısa olaraq onu deyirəm ki, Allah bir daha rəhmət eləsin, yaxınlarına səbir versin. Təşəkkür edirəm. Hörmətli Nəsim müəllim, ən doğulmaz Nəsimidir. Uşaqlar deyəcək şeir. Bəli, bəli. Uşaqlar şeir deyəndən sonra müəllimələrin birini danışdıracağım. Buyurun. Asta basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o torpaqda sönmüş şəhid həvəsi var. Qurban olum yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpaq, bərk qucaqla sən balamı. Güllə dəymiş şəhidimin evdə körpə balası var. Bütöv olmuş vətənimin yarsız qalmış gəlini var. 3783 şəhid. Xudayar səsində vətən sözüsüz. Qarabağ uğrunda təkcə şəhid yox, həm də Qarabağın artıq özüsüz. Bayraq kölgəsində şəhid məzarı. Bundan müqəddəs yer tanımıram mən. Vurulsam, yıxılsam, yaram qan versə, durub savaşaram, Tanrı buyam mən. Qarşında diz çöküb baş əyirik biz. Can verib can verdin daşa torpağa. İndi ürəklərdir sənin vətənin. Döndün könüllərdə elməz bayrağa. Sağ olun bala. Allah köməkli olsun. Çox sağ olun, təşəkkür edirəm. Müəllimə 2 dəqiqə məni gözləyəcəksiniz. Hörmətli Aqil müəllim, mən sizi təqdim eləmişəm. Buyurun, söz sizə verirəm. Çox sağ olun, Ağarlı müəllim söz verdiyinizə görə. Mən də Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllim adından, rayon icra hakimiyyətinin kollektivi adından hər birinizi salamlayıram. Bugün 44 günlük müqəddəs vətən savaşları. Qəhrəmancasına şəhid olan vətən oğullarından biri olan Ziyad qardaşımızın acına qoşur. Mən Ziyad qardaşın timsalında cəm şəhidlərimizin canlarına rəhmət edirəm. Onların ailə üzvlərinə, yaxınlarına səbir, dözüm diləyirəm. Allah rəhmət eləsin. Təşəkkür edirəm. Müəllimə buyurun. Gülbəniz xanım. Mən Ziyadın sinif müəlliməsi olmuşam, sinif rəhbəri olmuşam.
Bir müəllim üçün şəhid şagirdi üçün danışmaq həqiqətən çətindir. Bu da tədbir iştirakçıları bu gün hamımız Ziyad üçün yığışmışıq. Ziyadın bu gün cənnətdə olan doğum gününü qeyd eləmək üçün. Amma mən həmişə sinifdə onun həqiqətən doğum günü çox təntənəli surətdə qeyd edirdik. Pakisə bacı başda olmanın özü bilir ki, Ziyad mən Ziyadı nə qədər çox istəmişəm həqiqətən. Ruhda böyüyüb. Bayrağı daşımaqda birinci olub. Məktəb kollektivi həmişə Ziyadı sevib. Ziyad bizim məktəbimizin öz şəhidliyinə başına uca edib. Müəllimlərin hamımız Ziyad üçün biz bu günlərim kədərlənirik və onun doğum gününü təbrik edirik. Təşəkkür edirəm. Danışa bilmərəm. Çox sağ olun. Qalib, şəhid atası. Açılır bakın Erman kardeş. Allah onun yerin cennet eylesin. Mekanını eylesin inşallah. Allah cennet değişmeyen mevludu mübarek eylesin. Allah cemşehlerimize. Təşəkkür edirəm. Rəna xanım buyur. Şəhidimiz Allahdan yeri cənnət olsun. Allah əzizlərinə sizlərə versin. Allah bütün şəhidlərimiz ayrı-ayrılıqda ruh qarşısında baş əyir. Bizə bu azad məkanı, bu azad yaşayışı bəxş edən şəhidlərimizə, o gözəl torpaqlara yol açan şəhidlərimizə Allah hamısına rəhmət eləsin, yerlərini cənnət. Təşəkkür edirəm. Şəhid atası Bayram buyur. Bütün tədbir iştirakçılarını salamlayıram. Allah ziyarətinizi qəbul etsin. Dərman qardaş. Allah Teala balamızın yerin cənnət, məqamını uca etsin. Allah Teala bütün şəhidlərə rəhmət etsin. Təşəkkür edirəm. Vasif, şəhid atası. Bu günləri Ziyad balamızın ad günüdür. O öz şəhidliyi ilə sübut elədi ki, Azərbaycan oğulları hər vaxtı bu torpaq uğrunda canlarından, qanlarından keçməyə hazırdırlar. Onlar bu günləri 21-ci əsr demək olar. Bu vaxtı bizim 44 günlük döyüşlərdə o bayrağın qırmızı olan rəngini öz qanları ilə boyadılar. Ancaq torpaqlarımızı aldılar, bizə başıcalığı gətirdilər. Allah'tan bütün şehitlerimize rahmet ve gazilerine de can sağlığı. Amin. Təşəkkür edirəm. Zakir, buyur. Mən də ilk növbədə bütün şəhərlərin qarşısında baş əyirəm. Şəhərlər haqqında istənilən qədər danışmaq olar. Şəhərlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Şəhərlər 44 günlük vətən müharibəsində öz sözlərini deyir. Allah onların ruhunu şad etsin. Valideynlərinə səbir dilir. Təşəkkür edirəm. Şəhid qardaşı, İlham buradasan. Çok sağ olasın. Ben de tedbir iştirakçıların hamını salamlayıram. Bugün Ziyad balamızın ad gününe yarışmışız. Allah Ziyad balamıza rahmet eylesin. Megamızda olsun. Valideynlerine de Allah'tan səbir dilirlər. Allah cəm şəhidlərimizə rəhmət eylesin. Təşəkkür edirəm. Çox sağ olun. Hay müəllim. Şəhid atası. İlham sen de yakınlaş bana. Allah səbir Allah Ziyad balamızın timsalında cəm şəhidlərə Allah rəhmət eylesin. Allah her birinizden razı olsun. Allah her birinizin səbrini versin. Allah rəhmət eylesin. Çok sağ olun. Salam. Təşəkkür edirəm. Tofik. Şəhid atası buyur. Çok sağ olasın. Allah razı olsun. Ziyad balamızın mövlüdüdür. Allah onun cennetteki mövlüdünü mübarek eylesin. Atasına anasına Allah sabır versin. Cem şehitlerimizin yeri cennet mekanı olsun. Çok sağ olun. Təşəkkür edirəm. Namaz. Şəhid atası. Sağ olasın. Allah yerin cennet eylesin. Allah səbirinizi versin. Mekanın cennet olsun cəm şəhidlərimiz. Bacı buyur. Tədbir iştirakçıları. Bugün Ziyad balamızın ad günü, dəyişilməyən cənnətdə doğum gününə yarışmışıq. Allah atasına, anasına səbir versin. Cəm şəhidlərimizin ruhu şad olsun. Balalarımız hər adın sanı
qazanıb da, alıb da, gedib də, bir onları biz valideynlər qoruyub saxlamağı bacaraq. Allah ziyarət iştirakçılarının hamısının köməyi olsun, icramızın, axundumuzun, işçilərimizin. Allah şəhidlərə dəyər verənlərə dəyər versin. Biz valideynlərə də səbir versin, ağıl versin, balalarımızın yolunu apara bilək. O dünyada oğa qovuşmağa Allah bizə nəsib eləsin. Fəkuzə bacı, Nərman qardaş, Allah balovuzun ruhunu şad eləsin, Allah hamımıza səbir dözüm versin. Çox sağ olun. Teşekkür ederim. Az Əminə xanım, bu göylərin tən yaşının şəhidi var. Bax, bu şəhidlər xiyabanda olan şəhidin yaşı qədər göylərdədir. Buyur gəldin, cəmasının adını çoxmasa o qadınların əvəzindən. Allah köməkli olsun, Allah bu yıl keçirdiği güne bir katlayız. Hamımızın da balası yoktur. Allah hamımızdan razı olsun. Hamımızın gelen ayakları var. Allah razı olsun. Hamımızın balasının yeri cennet. Teşekkür ederim. Fövqəladə Hallar Nazirliyinin nümayəndələr burada bizim yanımızdadır, ziyarətdədirlər. Vasif derlər deyəsən. Bəhlul, yaxınlaş. Salam, hər vaxt xeyirsən. Mənə söz verdiniz. Aleyküm ağabey. Çox sağ ol Ağsaqqal. Çox sağ olsun Hacı Mərhəmət Əfəndi Həzrətləri. Teşekkür ederim. Çox sağ olsun rayonumuzun Ağsaqqalı Hacı Mərhəmət. Bakıda Allah rəhmət eləsin. Allah səbrinizi versin. Şəhid ailələrinin adını qarşısında baş əyərəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi, dövlətçiliyimizi əbəd eləsin. Amin. Allah Teala müzəffər ali başkomandanımız olsun. Çox sağ olun Ağsaqqal. Allah razı olsun. Teşekkür ederim. Sağ olun. Sağ olun. Şəhid atası, namaz danışdı. Şəhid atası. Gel burada, Allah sən köməklə. Mən gözüm gəldim, Türkiyədə bolduram. Mərdən buyur, şəhid atası. Çox sağ ol, Allah kim razı olsun. Bütün tədbir iştirakçılarını salamlayıram. Bakı Sabazı, Allah qəhrəman bir balozun məkanı cənnət eləsin. Nərman qardaşım, Allah çox səbir versin. Allah məkanların cənnət eləsin, cəmi şəhidlər. Kişi yoktu ki burada. Kişi yoktu ki burada. Ha, bir tane sen dur. Yaxşı. Danışmak isteyen var mı? Yoktu. Hörmətli cemaat, əziz iştirakçılar, hörmətli qonaqlar. Mən sizin hər birinizə qarşınızdakı bu ağsaqqalınız təşəkkür edir. Hər birinizə öz minnətdarımı bildirirəm. Mən bugün saat 10'a qalmışdan buradayam, həmişə belədir. O gün Zakirin oğlundan neçə də hamısını beləyəm. Fərəhlənirəm, şərəflənirəm, yorulmuram. Ona görə ki, bağlarımız elə bir ad qoydu, elə bir nişan, elə bir iştirak, iş qoydu qaldı ki, heç kim yorulmamalıdır. Ona görə də bugün Ziyad balamızın tədbirini artıq yekunlaşdırıram. Faksa xanım, yekunlaşdırıram. Hamıdan işdi sənin ürəyicən. Hamıdan Allah Teala razı olsun. Hamıyan Allah Teala gələn ayaqlarını var eləsin. Hamıya Allah Teala şənlik, qulaq as, şənlik, şadlıq qismət eləsin. Allah Teala bütün şəhid atalarının, şəhid analarının qapısına şadlıq eləsin də, ya Rəbbim verəsin Allah. Yazırdı bunlar. Ona görə də Allah Teala bütün Azərbaycan xalqını xoşbaxt eləsin. Hörmətli cəmaət, bir gün belə dua elirdim. Bir qonaq vardı bizdə qadın idi, dedi ağsaqqal. Elə Şamaxı cəmaatına dua edirdi. Dedim ay bacı, Azərbaycan deyəndə hamısı gedirdi onun içində. Sənki də, mənki də ona görə də Allah Şamaxı cəmaatını xoşbaxt eləsin. Allah üçün hər birinizi xoşbaxt eləsin. Hörmətli cəmaat. Fərəhləndik, gəldik, sevindik, ziyarət elədik, həmir sözünü dedi. Bundan gözəl nə olar? Vallahi bundan gözəl Allah Teala'nın altında heç bir şey yoxdur. Mehribanlıq, səmimilik, gözəllik. Bundan artıq nə ola bilər? Nə sözsüz bundan artıq? Ona görə də belə eləyək ki, bu bağlarımızın da yeri cənnət olsun. Bunlar da ruhla dinç, sakit yaşayabilsinlər öz məkanlarında. Hörmətli cəmaat. Yekunlaşdırıram. Artıq buradan getməm məqamdır. Sizin hər birinizi mən Faksa xanımın evinə getməyə dəvət edirəm. Hamınız bir nəfər kimi buradan Faksa xanım gilə gedin.
Ondan sonra oradan da hara gidersiniz Allah şu tabandırsın. Yakın ki hastasının üstü gezeceğiz. Xahiş edirəm. Öz də xahiş edirəm məndən laf bir nə sözüm bundan qabaq. O da deyir ki, yağındır söz olacaq özüm də orada hər halda. Ona görə də hər birinizə təşəkkür edirəm. Allah Teala hər birinizi xoşbaxt eləsin. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Allah ölkəmizi əmlamanlıq etsin bir də birini xatırlayın. Amin. Allahümme salli ala Allah